Xoş o valideynin halına ki, özündən sonra yaxşı evlad qoydu getdi. Mən dəfələrlə bu Peyğəmbərin hədisini deyirəm. Bir atanın, ananın özündən sonra evladı üçün qoyub getdiyi ən gözəl şey nə ola bilər? Ədəb ərki. Deyir ki, apardığı nə ola bilər? Əməllər. İnsan onunla yada düşür də, rəhməti onunla oxuyurlar. Bir nəfər gəlir, girir mədrəsəyə, görür bir alim, cavan uşaqlara şəriət öyrədir. Fiqh kitabından da, şəriət kitabından. Deyir, neynirsiz burada? Deyir ki, uşaqlara şəriət öyrədirəm də, yaşamağın qayda qanunları, dəst namaz, yeməyin, yol getməyinə müəyyənsə. Qayıtdı, dedi, cəmaat kosmosa gedir, aya da, sən burada şəriət öyrədirsən. Alim baxdı buna bir neçə saniyə, qayıtdı, dedi ki, bu varlıq aləmində nə qədər yaranmış varsa, hamısı məxluqat sayılır. Yəni, yaranan. Yaradan bir dənə xaliqdir də Allah. Dedi, sən çalışırsan ki, məxluqa çatasan. Ay da məxluqdur da yaradan. Amma biz çalışırıq ki, xaliqə çataq. Amma baxıram, nə sən məxluqa çatmırsan, nə də xaliqə çatmırsan. Həmişə deyirəm, neynirəm o uşağı ki, evladı ki, gedib 5 dənə universitet tutaracaq, ən böyük universitetləri. Qırmızı diplomdan qayıdacaq, amma gəlib evdə atananın özünə qayıdacaq. Neynirəm o qırmızı diplomdan? Bilirsiniz də, hər şey bir dəyərlə ölçülür. İnsan dəyəri ədəblə